Herkese salam. Oğuzun Xaçmaz kəndində insanların rahat istirahət etməsi üçün gününə 50 manatdan nəzərdə tutulmuş 3 otaq bir mətbəxdən ibarət bir ev təqdim edirəm sizlərə. Sizi evlə tanış etmədən öncə ev sahiblərinin necə düşüncəli, səliqəli, anlayışlı, hörmətcil, alicənab ailə olduqlarını demək istəyirəm. Biz ora gedərkən ev sahibləri ilk öncə bizi gözəl çay süfrəsi ilə qarşıladılar. Nəinki bizi, başqalarını da elə qarşılayırlar və daha sonra evlə tanış elədilər bizi. İndi isə keçək mən də sizi evlə tanış eləyim. Bu evin qonaq otağıdır. Yayda çox sərin olur, qış üçün isə istilik sistemləri quraşdırılacaq. Evin süslənməyi tam incəliyinə qədər, yəni hətta namaz qılanlar, qılmayanlar üçün belə düşünülüb. Bu evin bir yatan otağıdır. İlk öncə onu deyim ki, ürəyimə yatmayan şeyi heç vaxt dilimə gətirə bilmirəm. Bunu sizə tam əminliklə deyirəm ki, bu gördüyünüz pastellər gül kimi tərtəmiz yuyulub istifadəyə verilmişdir. Ora istirahətə gələnlər də tam razı qalaraq gedib. Hətta otaqda əlavə 2 nəfərə də 7 yorğan döşək də var. Bu isə evin digər yatan otağıdır. Burada da həmin səliqə təkrarlanıb. Əlavə plastina, ədyal, hamam dəsmalları, əl üz dəsmalları, asılqanlar, şifonyer səliqəli şəkildə istifadəyə verilir. Bu isə evin mətbəxidir. Qazı, işığı, suyu daimidir. Evin ödənişindən əlavə ödənişli yemək, içmək və məzələr də istifadəyə verilib. Ora daxildir tam hazır səliqə ilə bükülmüş düşbərə, xingal, qazana girməyi ilə bişməyə bir olan kənd çolpası, evdə təmiz şəraitdə bişirilmiş təndir çörəyi, ev yumurtası, yağ, bal, doşab, pendir, mürəbbə, evdə təmiz hazırlanmış kompot, məzələrdən isə zoğal tutması, alça tutması da daxildir. Daha sonra duz, istiot, sarıkök, nanə, qənd, 2 cür çay, biri sadə, biri isə meyvə ətirli, pesok və un da daxildir. Evdə rahatlıqla özünüzdə yemək bişirmək üçün qazanlar, tavalar, stəkan, nəlbəki, boşqab, çəngəl, qaşıq, bıçaq, süzgəc, tyorka da var. Bir sözlə evdə iynə-sapdan tutmuş İlk yardım ləvazimatlarına qədər nəzərdə tutulub. Daha sonra çay dəsmalı, süfrə üstü silən dəsmal, namaz qılmaq üçün canamaz və elektrik əşyalarından isə ütü, fen, tok samavar da var. Evin Wi-Fi da var. O varsa hər şey tamamdır. Bu evin sanitar qovşağıdır. Uşaqlar üçün də, böyüklər üçün də nəzərdə tutulmuş şampun, sabun da var. Əlavə olaraq qulaq çöpü, heç açılmamış kisələr, adına razı tutanaqlar, tualet kağızı və hamamdan çıxarkən ayaq qurulamaq üçün dəsmal da var. Daha sonra evin toz soranı, paltar yuyanı, paraşoku, paltar sancağı, həm böyüklər üçün, həm də balacalar üçün diş şotkası, diş pastası və daraqlar da var. Gördüyünüz rəylər isə müştəri məmnuniyyətidir. Evin həyətində besetkası var, kabab çəkmək üçün, çay içmək üçün də hər şeyi var. Hətta evdə manqal, şiş, samavar da var. Bir sözlə evdə rahat istirahət etməyiniz üçün hər şeyi var. Getməyinizi məsləhət görürəm. Başqa sözünüz, sualınız varsa bu nömrə ilə əlaqə saxlaya bilərsiniz.